İmam Hüseyin əleyhissalamın məclisi bir sözlə, möhtərəm möminlər, müsəlmanlar, bir cazibə yaradır ki, günahkar içki içən içkisin dayandırır. Digər günahları və bu 10 gün ərzində böyük ustadların sözüdür, alim, Rəbbani, ariflərin sözüdür ki, insan mənəvi cəhətdən çox yüksələ bilər, çox ali bir məqama ucala bilər. Çalışağın bu neymət-i üzmanın qədrini bilək. Nə qədər, məsələn, bu il bizimlə bir arada olma niyyəti ilə, fikri ilə olan insanlar var idi, amma dünyaların dəyişiblər. Nə qədər insanlar ya xəstəlik yüzündən, ya müəyyən başqa bir çətinlik yüzündən, amma bugün sən bura qatılmısansa, bunun qədrini bil. Ola bilər bəzilərimiz işdən yorğun gəlib, biraz narahatdır, amma inanın, bu əyləşdiyin yer, ayaq üstə durduğun həyətdə, yolda, küçədə, hardakı dayanmısana, bu yer qiyamət günü mən özümü deyirəm. Əgər əməlimlə cəzaya sahib olmuş olsam, durduğum yer şahidlik edər, oturduğun yer şahidlik edər ki, Allah bu özü günahkar olsa da, amma sənin çox sevimli, çox istədiyin Hüseyin ibn Əlinin məclisinə gəlib. Oturduğun yer belə sənə qiyamətdə şəfaətçi ola bilər, səni əzabdan qoruya bilər. Ona görə biz bu məclislərin qədrini bilməliyik. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin kəlamlarında var. Həzrət buyurur ki, Kullu aynin baqiyatun yevməl qiyamə İlla aynun baqat ala Musabil Hüseyin aleyhisselam. Qiyamət günü bütün gözlər ağlayar. Amma yeganə İmam Hüseyin aleyhisselama ağlayan gözlərdir ki, onlar qiyamət günü ağlamaz. فَإِنَّهَا زَاحِكَةٌ مُسْتَبْشِرَةٌ بِنَعِيمِ الْجَنَّةِ. Onlar behiş neymətləri ilə müjdələnərək təbəssüm halında olarlar. Allah o anı yaşamağı, o anı görməyi hər birimizə nəsib eləsin inşallah. Və İmam Hüseyin əleyhissalamla Peyğəmbər sələvatullahın o uşaqlıq illərində olan bir neçə qısa bir hadisələrə toxunum. Mən adətən Ramazan-el-Mübarəkdə çox danışmağa üstünlük verərəm. Amma səmimi etiraf edək ki, Məhərrəm ayında Rövzə, Mərsiyyə, Məktələ daha çox, yəni insanların təşnə olduğundan vaxt ayırmaq daha uyğundur. Və əziz qardaşımız Hacı Zahir əzizimiz də bizimlə bir aradadır deyə onun o gözəl səsinə sizlər təki mən də müştağam. Ona görə həm də ilk günümüzdür, biraz xülasə, müxtəsər söhbət edəcəm. Bəli, İmam Hüseyin əleyhissalam hətta tarixdə varımızdır mərhum Seyyid ibn Tavus Luhuf əsərində, mərhum Ayətullah Şeyx Şüştərağa Əl-Xəsais, bir də Əl-Məvaizül Ədədiyyə əsərlərində qeyd edir ki, elə ki İmam Hüseyin əleyhissalam dünyaya gəldi, Peyğəmbər salavatullah gəlir, Əsma binti Umeys kəniz olub, xanım Zəhra salamullah əleyhanın. İmam Hüseyin əleyhissalamı istəyir və Əsma binti Umeys deyir ki, Ya Rasulallah, biz hələ onu paklamamışıq, hələ biz onu yumamışıq. Peyğəmbər salavatullah buyurur ki, Ya Əsma, sən Hüseyni təmizləyəcəksən, pak edəcəksən, Allah onu pak və pakizə xəlq eləyib və alır, ilk qucağına, bağrına basanda bir alnından öpür, bir dodağından öpür, bir də boğazından öpür. Və Həzrət ilk qucağına alanda bu 3 bədən üzvündən öpərək ağlayır. Xanım Zəhra salamullah əleyha və Əmirül Müminin Əli ibn Əbi Talib ağa bunu görür və
hadisənin səbəbini soruşanda buyurur, ənə uqabbilu mozi'as-suyuf. Deyir, mən qılıncların yerini öpürəm və başlayır başına gələcək hadisədən danışmağa ki, buyurur, o alnından öpdüyüm yerə bir gün gələr, ümmət daş atar, daş vurar. O dodaq ki, mən oradan buğsə edirəm, öpürəm, çubuqla, xeyzoranla o dodağı vurarlar. O boğaz ki, mən öpürəm, bir vaxt gələr bu ümmət onun boğazını arxadan kəsər deyə, hələ qundaq bir uşaq